Ukraynanın həyata keçirdiyi bu əməliyyat, hörümçək toru əməliyyatı Rusiyaya hansı zərbə vurdu hər mənada? İndiyə qədər Ukraynanın Rusiya vurduğu miqyasına görə ən böyük zərbə idi. Və ümumiyyətlə, belə deyək ki, əgər deyilənlər özünü tamamilə doğruldarsa, bu Rusiyanın strateji hərbi potensialının təxminən 34%-nin sıradan çıxarılması idi. Rusiya doğrudan da hərbi qüdrətini itirmiş oldu və hansı ki, Rusiya itirdiyi bu qırıcılarla və hərbi təyyarələrlə Ukrayna ərazisini bombardıman edirdi və Ukraynanı məcbur edirdi ki, onunla sülh danışıqlarında güzəştlərə razı olsun və bu təyyarələrin böyük bir qismini itirib. İkinci bir tərəfdən Rusiya dünya miqyasında bir siyasi imicə malik idi. Bu imici ondan ibarət idi ki, Rusiya aviasiyası sarsılmazdı və bu aviasiyanın gücü alternativsizdir və belə bir aviasiyanı itirməklə artıq psixoloji olaraq, belə bir gücü itirməklə psixoloji olaraq artıq barışmalıdır ki, dünyada onun təqdim etdiyi bu güc sıradan çıxarıla bilər. Üçüncü bir tərəfdən Putin özü üçün bir məğlub edilməz siyasi lider və obraz yaratmışdı və artıq 3 ildən çox idi ki, Ukrayna cəbhəsində bunu Rusiya xalqının beyninə yerirdirdi. Bu da bir anın içində paramparça oldu və artıq görsəndi ki, doğrudan da Putinin indiyə qədər yaratdığı bu imicin heç bir əsası yoxdur və bir anın içərisində hər şey məhv ola bilər. Deməli, Rusiya burada təkcə hərbi gücünü və qüdrətini itirmədi, eyni zamanda Rusiya burada çoxsaylı itkilərə məruz qaldı və uzun müddətdə bu itkilərin yerini doldura bilməyəcək. Ola bilər ki, bu təyyarələrin yerini doldura biləcək yeni qırıcı təyyarələr istehsal eləsin yaxın gələcəkdə. Düzdür, bu az inandırıcıdır, amma insanların şuuruna hopan həmin məğlubiyyət sindromunu isə xeyli müddət aradan qaldırmaq mümkün olmayacaq. Bu, Rusiya-Ukrayna cəbhəsində də mənə gəlir ki, hərbi baxımdan psixoloji olaraq müəyyən gərginliklər yaradacaq və Rus qoşunlarının səhvinin dağılmasında əhəmiyyətli rol oynayacaq. Və Rusiya nə qədər böyük bir məğlubiyyətə uğradığını yaxın gələcəkdə təkrar göstərməli olacaq.